Azərbaycanda ömür uzunluğu 74 il yarım təyin olunub. Yəni vətəndaşların əksəriyyəti təqaüdə çıxdıqdan sonra təxminən 10 il yaşayırlar. BMT-nin açıqladığı son rəqəmlərə görə Azərbaycanda qadınlar kişilərdən təqribən 6 il çox yaşayır. BMT 2050-ci ildə bu ömür uzunluğunun 78 il yarıma yüksələcəyini proqnozlaşdırır. Azərbaycanda pensiya yaşı 2017-ci ildə kişilər üçün 63 il yarım və qadınlar üçün 60 il yarım olduğu halda 2024-cü ildə bu hədd kişilər üçün 65, qadınlar üçün 64 yaşa yüksəlib. Bunun fonunda 2017-ci ildə yaşa görə pensiya alanların sayı təxminən 781 min nəfərdən 2024-cü ildə təxminən 706 min nəfərə enib. Azərbaycan qanunvericiliyinə görə şəxsə yaşa görə pensiya hesablanarkən onun çalışdığı illər ərzində topladığı pensiya kapitalı ay sayı olaraq 144-ə bölünür. Çünki hökumətin fikrincə Azərbaycanda hər pensiyaçı ortalama 10-12 il pensiya alır. Amma rəsmi rəqəmlərdən görünür ki, bu heç də hər kəs üçün belə deyil. Hazırda haqsız yerə həbs edilən, azadlıqda olanda məhz bu fərqləri ortaya çıxaran İqtisadçı Azadlıq Radiosunun jurnalisti Fərid Mehrazadə həbsxanadan yazdığı məktubda demişdi ki, pensiya yaşı inkişaf etmiş ölkələr səviyyəsindədir, halbuki ömür uzunluğu onlardan azdır. Yəni sosial rifahın yüksək olduğu ölkələrdə pensiyaya çıxmaq belə çətin olmur. Bəs digər dövlətlərdə pensiya yaşı və ömür uzunluğu nə qədərdir? Məsələn, Ermənistanda insanlar pensiyaya daha tez çıxıb, daha uzun yaşayırlar. Qadınlar təxminən 16 il yarım, kişilər 8 il yarım pensiyada qalır. Azərbaycanda isə pensiyaya daha gec çıxıldığı üçün qadınlar cəmi 12 il 7 ay, kişilər isə 6 il 7 ay pensiya dövrü yaşayır. Gürcüstanda isə qadınlar 60 yaşında pensiyaya çıxıb orta hesabla 19 il pensiyada yaşayaraq regionda ən əlverişli vəziyyətdə hesab oluna bilərlər. Uzun ömürlüyünə görə ilk 5-likdə olan Yaponiyada pensiya yaşı 64-dür. Həm qadınlar, həm kişilər azı 20 il təqaüd dövrü yaşayırlar. Belçikada kişilər Azərbaycandakı həmcinsləri ilə eyni yaşda pensiyaya çıxsalar da, onlardan 10 il daha çox pensiya alırlar. Azərbaycandakı qadınlarla təxminən eyni ömür uzunluğunu bölüşən Ukraynalı qadınlar həmcinslərindən 5 il daha tez təqaüdə çıxa bilir. Azərbaycanın qonşularında da durumları müqayisədə daha yaxşıdır. Türkiyədə vətəndaşlar 18-20 il pensiya ala bilir. Azərbaycandan təxminən 2 dəfə artıq.